Bəli, gəlin burada. Bunu salırım aşağı. Başlayırıq hardan? W sıranı. Təqlər. Header demişəm. Gəlirik layout-a. Layout dediyimiz məsələ nədir? Full bir web saytın tamamilə başdan sona qədər olan hissəsidir. HTML-in strukturudur. Məsələn, turbaz burada işləmir, düzdür? Tapaz. Yazdığın HTML təqləri istənilən halda işləyəcək. Sən istəyirsən bir-birinin içərisində yaz, çöldə yaz, birini burada yaz, birini orada yaz. İstənilən halda işləyəcək. Amma bunun düzgün yazılmaq qaydası var. Necə ki, nəyin içərisində nəyi yazmalısan ki, sabah bir gün mən buna CSS yazanda bu dağılmasın. Bunları eləmək üçün bizə bəzi semantik təqlər var, onlardan istifadə edirik. Birincisi header-dır. Header dediyimiz bizim əsasən navigation olan hissəmizdir, yəni budur. Daha sonra main'imiz var, bir də footer'ımız var. Header, footer, main. Header-dan footer sənin saytın statik hissələrini, yəni saytda hər hansı bir yerə navigation elədiyin zaman header-dan footer çoxla sabit qalır. Dəyişən olan main'dir. Bəzi saytlar var ki, orada header dəyişir. Atıram, hər hansı bir ID-yə görə bu elana daxil oluram, header dəyişir, rəngi dəyişir, nəyisə dəyişir. O istisna haldır. Qalan halların hamısında header-dan footer sabit qalır. Main'imizdir əsas dəyişən hissə. Daha sonra section'ımız var. Section dediyim nədir? Burada gördüyümüz hər bir hissə bölünmüş hissələr. Burada gördüyümüz kateqoriyalara görə olan hissə bir section'dır. Gəlirəm düşürəm aşağı. Burada mənim elanlarım var, düzdür? Elanlarım olan bir section'dır. Daha sonra burada premium elanlar var. Bu başqa bir section'dır. Düşürəm aşağı. Prosta burada elandan başqa heç nə yoxdur. HTML template yazsam daha düzgün saytlar çıxarmayacaq qabağımda. Gəlməsiq. Hə. Mənim dediklərimə əsasən bu hissə bir section oldu, düzdür? Daha sonra onun altında olan bu başqa bir section'dır. Düşürəm aşağı. Bu da template demişdim. Record gedir, bəli. Ben düzgün bir dənə şey tapamayacağım. Hə, start basacağım. Gəl, elə ən asan bununla başlayaq. Bu yuxarıdakı nədir onda? Ən yuxarıdakı. Navigation olan hissə. Header, düzdür. Daha sonra düşürəm aşağı. Bu yaşıl fason olan hissə bir dənə section'dır. Düşürəm. Bu portfolio olan başqa biridir. Düşdüm. About başqa bir section'dır. Düşürəm aşağı. Bu kontakt olan isə başqa bir section'dır. Bu gördüyünüzdə footer'dır. Daha sonra bunların hər birini bir də bizə elə bəzən lazım olur ki, mən bir section'ın içərisində sağ və sol olmaqla iki yerə bölməliyim. Məsələn, gəlirəm bura header'ımda, bura footer'ım, düzdür? Bu section'da bu tərəfdə heading'im var, balaca yazılarım var. Burada bir dənə böyük şəklim var, düzdür? Bunları da bir-birindən ayırmaq üçün division'lardan istifadə edirik. Yəni divlərdən. Divin nə üçün istifadə edildiyimizi başa düşdünüz? Div section'ları öz aralarında bölmək üçün. O qruplaşdırılır. Məsələn, burada dedik ki, nəyimiz var? Bir dənə H2
Layout'unu çıxardaq. Gəlin bura. Dediyim ki, nəyimiz var? Header'ımız var, düzdür? Footer'ımız var və ortada main'imiz var. Gəlin header'ımın içərisinə. Header'ımda sol tərəfdə bir dənə H2 var. Yəni, iki yerə böləcəm. Niyə? Çünki sol tərəf var, bir də sağ tərəf var, düzdür? Gəlin onda iki dənə div yaradıram. Birinci divin içərisində nə var? Bir dənə H2 var. Hansı ki, start bootstrap yazılıb. İkinci divin içərisində nə var? Birdən daha çox, amma eyni xüsusiyyətlərə sahib buttonlar var. Button dediyim linklərdir. Niyə? Klik eləyəndə yer dəyişir. Buttonla linkin fərqi nədir? Buttona klik eləyəndə, atıram, bir pop-up açılsın, nəysə rəngi dəyişsin və s. Amma linkə klik eləyəndə məni harasa göndərir. Burada mən klik elədiyim nədir? Mən klik eləyirəm, məni harasa göndərir, düzdür? Deməli, bu bir button deyil, bu bir linkdir. Ona görə gəlirəm, deyirəm ki, bir dənə URL-ım var. Hansı ki, içərisində 3 dənə li var. Buyur. Okey. Topaqdan bağlanım. Gəldim içərisində deyirəm ki, bax. Əgər mən href'in içərisinə bu ds-i qoymasam nə olurdu? Href'lərin içərisini boş saxlayıb, gəl bu anın içərisinə home yazıram məsələn. Yes, P kimi görsənir. Ona görə gəlib default olaraq hələ ki bunları qoyuruq. Çünki heç bir linkimiz yoxdur hələ ki, mövcud deyil. Portfoliodur. Daha sonra about'dur. Təşəkkür edirəm. Daha sonra da kontakt. Düşdüm aşağı. Bir dənə section'ım var, düzdür? Gəlirəm, nə edirəm? Main'in içərisində bir dənə section yaradım. Section içərisində nə var? Bir dənə image var, düzdür? Gəlirəm, image'imi qoydum. SH-sini boş saxlayıram. Düşürəm altında. Bir dənə nəyim var? H2'm var. Start bootstrap yazılıb. Daha sonra altında bir dənə yenə ikon var. İkonları i ilə yadınızda saxlayın. Və altında da bir dənə p tag var. İçərisində 3 dənə span var. Hamısını tək birinlə də yaza bilərsiniz. Amma bunlar əgər dinamik datadırsa və bunlar backenddən gəlirsə, hər birini ayrı-ayrılıqda bir span içində yazmağınız daha məsləhətlidir. Niyə? Çünki hər birinə dənə-dənə style vermək məcburiyyətində qalsaz, p tagində müdaxilə edə bilməyəcəksiniz. Gəlirəm, düşürəm aşağı. Yeni bir, bunu nə etməliyəm? Bu section'um bitdi, düzdür? Gəlib nə etməliyəm? Yeni bir section yaratmalıyım. Bu section'dan çıxıram çölə. Başlayıram. Bir dənə heading'im var. H2 deyirəm. Deyirəm ki, burada bir portfolio yazısı var. Və altında kartlarım var. Deyirəm ki, necə eləyəm? Belə eləyəm. Image'dir. SRC boşdur. Image'dir. SRC boşdur. Prosta image'dir. Məsələ başqadır deyəm. Hə. Bir dənə də image'im var. İçərisi boşdur. Amma bunların ancaq image olmadığına baxın. Image bunun içərisində olan. Bir də var ki, bunun çölündə olan kvadrat, box. Onun üçün nə etməliyəm? Mən bunu bir dənə başqa bir nəyisə içərisinə almalıyam və həmin içərisinə aldığım şeyi deməliyəm ki, sənin arxa rəngin qırmızı olacaq. Ona görə gəlirəm bir dənə div yaradıram. Bu image atıram içərisinə. Gəlirəm bir dənə yenə div yaradıram. İçərisinə həmin image atıram. Gəlirəm yenə bir dənə div yaradıram. İçərisinə həmin image atıram. Bu qədər. 3 dənə, 6 dənə, düzdür? Gəlin bu divləri kopya eləyirəm, paste eləyirəm. Oldu 6 dənə. İndi düşürəm bir alt section'a. Nə etməliyəm? Yenə bir section yaratmalıyam, düzdür? Gəlirəm deyirəm ki, bura bir section olacaq. Bir dənə H2'si var, about yazılıb. Altında bir dənə icon var. Və altında nə var? Neçə dənə? Yes. 2 dənə divim var. Div deyirəm. Div deyirəm. Bunun içərisində nə var? Bir dənə p tag var. Divin içərisində birbaşa yazı yazmayın. Yaxşı bir şey deyil. Əgər yazı yazasınızsa p tagin içərisinə yazın. Deyirəm ki, bir dənə p tag var. İçərisində lorem 20 yazılıb. Daha sonra bu divin içərisində yenə bir p tag var. Lorem 20 yazılıb. Onların altında nə var? Yes, bir dənə buttonum var. Gəlirəm bu divlərdən çölə çıxıram. Buttonumu qoydum. İçərisində free download yazılıb. Prosta qabağında nə var bir dənə? İkon var, düzdür?
Gəlirəm iconu da atıram buttonun içərisinə. Aydındır? Sual var bura qədər? Gözəl. Gəldi indi düşdü aşağı kontakt hissəsinə. Nə etməliyəm? Yeni bir section yaratmalıyam, düzdür? Gəldim section'ımı yaratdım. H2000 içərisində kontakt mi yazılıb. Altında nə var? Bir dənə icon var. Onun altında nə var? Hə. İndiyə qədər görmədiyimiz bir tag olan form tagi var. Form tagi nə üçün istifadə olunur? User tərəfdən hər hansı məlumatları yığıb arxa tərəfə göndərmək üçün. Məsələn, harasa login olursunuz və yaxud da register olursunuz. Nəyisə order eləyirsiniz. Vaultdan girib nəsə zakaz edirsən, düzdür? Bu zaman sən nəyləri istəyir? Ünvanını istəyir, ad, soyad, telefon nömrən, daha sonra bank kartının məlumatları və s. Bunların hamısını user tərəfdən arxa tərəfə göndərmək üçün bizim formumuz var. Gəlirəm form deyirəm. Action hissəsini hələ ki boş saxlayıram. Bunu sonra deyərik. Deyirəm ki, içərisində bir dənə input var. Bu gördüyünüz placeholder'dır. Prosta klik eləyəndə qalxır yuxarı. Default placeholder'ın belə bir xüsusiyyəti yoxdur. Bunların hər biri label'lar vasitəsilə idarə olunur. Label dediyimiz nədir? Məlumatı olan var? Emil? Yes. UI tərəfdən əgər sənin dizaynerin səndən bir placeholder istəmirsə və bu inputun nəyə aid olduğunu demək istəyirsənsə, label'lardan istifadə edirsən, açıqlama məqsədidir. Gəlirəm bunun üstünə yazıram ki, bir dənə label'ım var. Gəlir məndən for atributu istəyir. Bu for atributunu hələ ki boş saxlayıram. İndi gələcəm o məsələyə. Nədir bu? Full name. Daha sonra yenə bir label'ım var. Nə istəyir? Email istəyir. Forun hissəsində yox. Daha sonra inputum var. Düşdü aşağı. Phone number'ım var. Inputum. Ən altdakı nədir? Message istəyən bir şeydir. Amma normal inputdan bir fərqi var. Nədir? Buna bax. Klik edirəm, bu dəyişir. Ölçüsü dəyişir. Bu gördüyünüz təqədə text area deyirik. Text area bizdən name istəyir, ID istəyir, calls və rows var. Bunlar normalda default olaraq 30-10 verir də, sən bunları istədiyin kimi dəyişə bilirsən. Yəni text areanın ölçüsüdür. Gəlin bu text areanı qoyandan sonra bircə saniyə save eləyim. Gəl buradan baxsaz. Text aream gəldi düşdü bura. Və burada da göründüyü kimi resize oluna bilir. Hə, biz bir də bunu resize olmamağı üçün bir şey yaza bilirik. Resizable. Yəni atributun adı yadımdan çıxdı. Text area resize of. Nəsə yazırdı qabağına. Bir dəqiqə CSS yazır. Okay, boş deyil. Mən elə bildim atributla nə eləyir? Yadımda qalmışdı. Okay, gəldim text areamı da qoydum. Daha sonra nəyim var idi? Hara getdi o? Buradadır. Ən altda da bir dənə buttonum var, düzdür? Gəlirəm formun içərisində də ən sonunda bir dənə button qoyuram və gəlirəm burada type yazıram. Görək burada nə var? Type, submit və reset deyə iki dənə funksiyonallığımız var. Əgər sənin buttonun formun birbaşa içərisindədirsə və sən buna submit desən, formu doldurandan sonra həmin buttona submit klik eləyəndə sənin datalarını avtomatik olaraq sənin formunun action'ına yönləndirir. Bir də var reset. Sən action belə deyim, sən backenddə bir API nə olur? Hansı ki, məsələn, API/register, düzdür? Mən gəlib bura API/register deyə bir şey yazsam və bu button'ın type'ı submitsə, mən klik eləyən zaman mən birbaşa bura yönləndirəcək. Okay? Gəlirəm. Bir də resetimiz var. Bu nə iş görür? Adından göründüyü kimi submit eləyəndən sonra mən formumu resetləyir. Gəlirəm düşürəm aşağı. Bir dənə də burada hissəmiz var, düzdür? Prosta 2 dənədir. Bir dənə copyright olan hissəm var. Bir də burada mənim linklərim olan hissə var. Gəlib nə etməliyəm? Bir dənə section yaradıram, düzdür? Qəşəng. Siz yoxdur.
Footerumun içərisində prosta 2 dənə nə etməliyəm? 2 dənə div yaradacağam. Gəlin bura bir dənə div deyirəm. Burada bir dənə div deyirəm. Bu divin içərisində nə edirəm? 3 hissə var, düzdür? Yəni bu divi də öz içəriyində 3 yerə bölürəm. Birinci yazdığım HK-nin içərisində location yazıram. Daha sonra burada bir dənə p tagim var. P tagin içərisində lorem 5 deyirəm. Düşürəm ikincinin içərisinə. Nəyim var? Bir dənə HK-im var. Around the web deyirəm. Altında nə var? 4 dənə ikonum var. Prosta ancaq icon deyil. Necə? Yox. Elə deyil. Deyən. Sən ikonun bu Facebook'un F-idir. Amma bunun qırağında olan başqa bir şeydir. Yəni bayaqki kimi burada bizim şəkillərimiz var idi. Nəyinsə içərisinə yazmalıyam ki, onun çölündəkinə deyim ki, sən yumru ol və üstünə gələndə qara olsun. Nə edirəm? Gəlim divimi yaradıram bir dənə. Bircə saniyə. Hə, gəlin bir dənə div yaradıram. Bu 4 dənəni özündə saxlamaq üçün. Məsələ bilirsən nədir? Sən ikonun bu F hərfidir. Okey? Sən gəlib uşaqlar gəlsin qıraqda səndən söhbət edək. CSS yazırsan. Background color yazdığın halda. Gəl background color verəcəyim mi? Yox. Niyə? Çünki displayi nədir? Inline-dir. Sən bunun displayini bloka çəkdiyin zaman bunlarla yan-yana düşməyəcək. Mən nə edirəm? Hamısını tək bir divə yığıram. Flex deyirəm, yan-yana düzürəm. Və hover eləyəndə deyirəm ki, divimin background color white olsun, color da black olsun. Sən dediyim variant bundan daha yaxşıdırsa, de qulaq asın. Deməli, gəldim bir dənə divimi yaratdım. Bu divin içərisində nəyim var? 4 dənə yenə divim var, düzdür? Deyirəm ki, div vurulsun 4. Birinci və hər bir divimin içərisində nə var? I tag var, ikonlar var, düzdür? Bu yumrular divlərimdir, içərisində olanlar da ikonlarım. Keçirəm bu tərəfə. Üçüncü divimə. Burada nə var? About freelancer deyə bir şeyim yazılıb. HK içərisində. Bir dənə p tagim var. Lorem 5'dir. Və ən sonunda nə var? Yes. Bir dənə a tagim var. SF boşdur. Və Lorem 2'dir. Gəldik axırıncıya. Axırıncı da hansıdır? Bu divim, düzdür? Bu yuxarıdakı divdən çıxdım çölə. Ən axırdakı divimə gəlirəm. Bir dənə p tagin içərisində copyright'ımı yazdım. Hə? Necə? Lan buradan kopyalamışam. Cen deyirsən, hə? Okey, adamlar necə istəyirsə elə yazmışam da. Deməli, gəl bunu run eləyirəm. Burada gördüyünüz saytın CSS halı budur. Okey? Üstünə CSS yazandan sonra bu video gəlir. Divə sağ sol. O CSS-dir. Hə, indi gəlirik bayaq bizim formun içərisində olan bu form məsələsinə. Gəlirəm buradan öz dokumentimə. Gəl burada full name üstünə klik edirəm. Heç nə olmur, görürsünüz. Prosta bunun içərisinə klik edəndə nəsə yaza bilirəm. Amma inputu, bu label'ın bu inputa aid olduğunu hardan bilə bilərik? Bizim ID və class name, class olaraq iki atributumuz var. Nədir? ID sən HTML-in üzərində spesifik bir tagə aid olan bir şeydir. Class name-dən isə birdən daha çox tagi eyni anda idarə edə bilirsən. Məsələn, ID nədir? Simple code rules. Hər bir bizə spesifik bir şeydir. AF205 nədir? Sizin qrup kodunuz, düzdür? Sizin hər bir bizə maillər bizə nəsə gəlməlidir. Bunların hər birini dənə-dənə sizə göndərmək mi daha məntiqlidir, yoxsa AF205 üzərindən göndərmək mi? Mənim işim hansında daha az olacaq? Atıram, bugün mən dərsə gəlməyəcəm. Sizin hər bir bizə dənə-dənə yazmaq mənim uzun bir vaxtım alır, düzdür? Hikmət, mən bugün dərsə gəlməyəcəm, Emil, mən bugün dərsə gəlməyəcəm və s. Bir də var ki, qrupa daxil olun, yazıram ki, mən bugün dərsə gəlməyəcəm. Hansında daha az vaxt itirirəm? Yes. Bu qrup olan mənim klassımdır. Bir də var ki, mənim spesifik, sırf Yusiflə bir problemim var. Deyirəm ki, Yusif, aha.
Deyirəm ki, Yusif, sənin yazdığın taskda köçürmə aşkarlandı. Göndəririk səni töhmətə. Gördün, problem nə tərəf fırladım sən? Deməli, bu sırf Yusifi əlaqədar eləyən bir şey, düzdür? Yusiflə bağlı olan məsələni sizə deməyim düzgün deyil, düzdür? Sizin məlumatınız olmamalı olan şeydir. Yəni, sənin sırf işin bu təqləndirsə, gəl buna nə verməlisən? ID verməlisən. Yox, mən buradakı bütün inputlara nəsə demək istəyirəm, sən nə deməliyəm? Yes, class. İndi mən bu label'ım ancaq, daha doğrusu, ancaq bu inputa aid olacaqsa, mən bu inputa nə verəcəm? ID verəcəm. Gələm deyirəm ki, ID-si nə olacaq bunun? Full name. Və gələm bu label'ın for hissəsi nədir? Deyir ki, for ingilis dilindən tərcümə olanda nədir? Üçün. Deyir bu label nə üçündür? Deyirəm ki, full name üçündür. Save elədim. Artıq gəl bu full name-ə klik edəndə baxın, avtomatik olaraq inputun üzərinə fokusladı. Yenə eyni şəkildə gəlirəm bu label'a, daha doğrusu bu input'a bir ID verirəm və bu ID-də də deyirəm ki, bu email üçündür. Deyəndə. Hə, Emil üçün. Gəlirəm buna. Nə deyirəm? ID. Nə üçündür bu? Number. Deyirəm ki, number üçündür. Gəlirəm, tekstləri üçün ehtiyacımız yoxdur. Buyur. Necə? Yes. Çünki mən hər bir label, yəni mən buna klik edəndə bu fokuslanmalı deyil. Öz yanındakı fokuslanmalı. Spesifik birinə aid. Ona görə onu seçirəm. Hə, indi gəlirik əsas məsələlərdən birinə. ID və class adlarını qoyan zaman çox xahiş edirəm. ASDF deyə bir şey qoymayaq. Yəni belə olmasın. Salam, salam 1, qutu, qutu 1, qutu 2, qutu 3 olmasın. Daha düzgün class adlarından istifadə etməyi öyrənin. Buna da hardan baxırıq? BM deyim indidən. Yox, CSS-ə girəndə göstərəcəm. Hələ gözlə qoy. Hə, o qalsın, çünki ev tapşırıq verəcəm, uzun bir işləmir. Qoy orada class adı verməkdə bir əziyyət çəksinlər. Deməli, bunu qurduq, qutardıq. Gəl nəyə? Bir də bizim turboya girəmirəm. Yəni. Tapas. Burada var. Drop'dan var. Select box lazımdır mən. Hardan tapım? Select box binazda var. Buyur. Hə, var. Necə? Import submit. Input submit. Hə. Bilirsən, de görüm. Input ancaq format üçün yaradılır. Atamamsı deyil, amma format xüsusi olaraq yaradılır. Amma bütün ümumiyyətlə funksiyonallıqları idarə etmək üçün yaradılır. Səhifədə məsəl üçün hansısa bir funksiyanın yerinə yetirməsini istəsən, butondasandır. Onda butondan istifadə edirsən. Amma formada bir dəyişikliyin ya da submit olmasını istəsən, onda inputdan istifadə edirsən. Mən belədir. Okeydir əslində. Prosta sən deyirsən ki, input submit-i istifadə eləmisəniz. Nə üçün? Niyə button işlətməmisiniz? Belə deyim, hər hansısa formu submit eləmək üçün semantik təqlər dediyim şeylər HTML təqlərindən düzgün istifadə edir. Yəni, mən hər şey saytımda olan paragrafların tamamını P təqinin içərisində yaza bilərəm. Amma bu sintaksis cəhətdən düzgün bir şey deyil. Nəyisə submit eləmək üçün buttondan istifadə edirik, formları falan. Yox, sənin bir inputun var, type-ını submit eləyirsən, dediyivə görə. Düzdür? Gələk belə bir şey eləyək. Haratım bunu, copyright-ın altına atıram. Bir də inputum var, type-ı submit-dir, save eləyirəm. Hanı, deyə bu. Avtomatik olaraq içərisində doldur. Button içərisində avtomatik doldur. Heç bir fərqi yoxdur. Gördüyü işin heç bir fərqi yoxdur. Value verdiyim halda istədiyim hər şeyi yaza bilirəm. Yes. Bunu, mən bununla şey eləmişdim bir dəfə, yadıma düşdü. JavaScript üzərindən necə? Atıram, mən harasa, mən sənin webcamını açmaq istəyirəm, düzdür? Sənin webcamını açmağa çalışanda, bu məndən avtomatik olaraq şey istəyir, icazə istəyir. Buttonla elədiyim təqdirdə, yuxarıda avtomatik icazəni bypass eləyə bilmirəm. Amma inputla eləyəndə value verib bypass eləyə bilirsən.
İşlətməyin. İşlətməyin. Yaxşı şey deyil. Deməli, gəldi yara. Səs gəldi. Burada gördükləriniz. Mən buna klik eləyirəm. Altında nələr çıxır? Həmin kateqoriyada olan optionlar çıxır. Option Azərbaycan dilində nədir? Seçimlər. Gəlirəm nə edirəm? Bir dənə select yazıram bura. Deyir ki, bu yazdığın select nə üçündür? Nə üçün olsun? Olsun position. ID'si nədir? ID'si də position'dır deyirəm. Və gəlirəm select'in içərisinə. Yazıram ki, option. Value'su nə olacaq? Deyirəm ki, front end olsun. Option'ın içərisində görsənməyini istədiyim budur. Yəni, mən option açan zaman görsənəcək olan budur. Daha sonra gəlirəm eynisindən backend deyirəm. Daha sonra HR deyirəm. Pentester deyirəm. Düz yazdım. Neyse, keç. Daha sonra helpdesk deyirəm. Gəl bunun üzərinə klik elə. Hətta bu çox aşağıda oldu. Mən select box qaldırmaq istəyirəm yuxarı. Buttonun altına atacağım. Deyə buralarda bir yerdən. Klik eləyirəm. Baxın, içərisindən optionlar çıxdı. Bir də bunun içərisində default yəni default olaraq hansının açılmağını istəyirsə, qarşısına default yazırsınız. Normalda birincini option'ın birincisinin value'su boş olur. Ya da belə deyim, full tamamını geri gətirmək üçün istifadə edirsən. Yəni bunların dənə-dənə sorğu atmaq üçündür. Təsəvvür edin ki, iş elanları vakansiyası saytımız var. Deyir, user gəlib front-end olan üzrə vakansiyalara baxmaq istəyir. Nə edir? Gəlir buradan, daha doğrusu backend deyir. Backend-ə klik eləyəndə aşağıda bir filtr prosesi gedir və sənin bütün dataların filtrlənib ancaq backend UI-də göstərsən, düzdür? Bir də bunların tamamını göstərmək üçün nəyimiz var? All yazaq bura və deyək ki, bütün elanlar. Bütün positionlar. Gəlirəm bura, bütün positionlardır. Bir də spesifik olaraq seçmək var, düzdür? Birinci həmişə qlobal olaraq saxlayırıq. Digərləri nədir? Spesifik olaraq filtr eləmək üçün istifadə edirik. Buyur. Olmasın. Niyə? Bütün pozisyonlar, Hə. IT pençəsi həddəs. Hə. Bütün pozisyon seçməyin olur. Yəni, bəzi saytlarda olur, seçmə olur. Məncə olmalı. Hə. Prosta yəni bütün pozisyonu yazsın backendlərə. Okey də. Nə olsun? Backend yazdı, orada Hə. backendlərə bütün pozisyonu yazsın. Onun default edilməyi lazımdır. Deyən. Bütün positionları klik edə bilmirəm. Olmağına. Sən deyirsən ki, yox, onun demək istədiyi başqadır. Yox, bu deyir ki, burada backend yazılıb select box-un içərisində. Onu normalda placeholder-la eləyəcəkdik də. Select, option all, prosta bunu disable. Yəni bunu disable-dan söndürsən. Hə. Bunu götürmüş. Bütün positionlar select olunur. Yəni backend disabled. Okay. Bütün positionlar da backend. Sən dediyin gəlsin bura. Bu disabled olsun. Amma yuxarıda bu görsənsin. Düzdür? Yəni mənim özüm başım qarışdırdım. Bu qalsın. Bu disabled olsun. Amma backend əvəzinə bu yuxarıda belə oldu. Bütün pozisyonları yeni yazılır. Hə. Yəni onu Dayan. Ha şey yazır. CSS yazır. Size 3
Multiple nə əlaqəsi var? Multiple birdən daha çox seçmək üçün. Size istədiyim görün çox çirkin bir şey oldu axı. Yox, onun dediyi bilirsən nədir? Burada backend yazılıb. Burada bütün elanlar yazılsın. Ama buna basanda bütün seçim olmasın. Neyim? Onun istədiyi başqa şeydir. Yes, o deyir ki placeholder kimi görsənsin. CSS. Yes, qaqaş CSS yazıb burada. Deyən görək. Label, option name, option var. Disable. Ha, selected. Deyən. Deyən baxaq. Ha, bütün positionlar. Yes. Bunu istəyirdin? Ha. Gözəl. Normalda nədəsə belə deyim, hər şey əzbər bilmək məcburiyyətində deyilsiniz. Mən özümdə çox şey axtarıb tapıram. Bu boyda şeydə əzbərləmək imkansız kimi bir şeydir. Deməli, və yanında drop down'un yanında olan oxda CSS vasitəsindən customize edə bilirsiniz. Yəni bütün drop down'lar belə olmaq məcburiyyətində deyil və Mac-lərdə zaten belə deyil. Hər bir brauzerinə görə fərqlənir və əməliyyat sisteminə görə. Yəni mən eyni bu yazdığımı Opera'da açsam, select'im başqa cür görsənəcək. Niyə? Opera'nın mənə verdiyi CSS başqadır çünki. Okay? Daha sonra gəlirik nəyimiz var idi? Düş aşağı table demişəm. Semantik, header, footer. Hə, audio videolar. Hə? Yes, deyəcəm. Rüfət. Olmaz ki. Deməli, mən burada yuxarıda URL-ım var idi bir dənə naviqasiya eləmək üçün. Və burada gördüyümüz URL-də bir naviqasiya üçün, düzdür? Nə etməliyəm? Bu URL-ı alacağam bir nav taginin içərisinə. Bu halda mənim screen reader'ım olsun, axtarış zamanı önə çıxmaq olsun. Bunların hər biri üçün bu nav burada deyir ki, bu URL-ın içərisində olanların hər biri bir navigation. Okay? Daha düzgün HTML yazmaq üçün belə yazmağınız daha yaxşıdır. Bunu yazmasan işləyəcəkmi? Təbii ki, işləyəcək. Heç bir problem yoxdur. Mən gəlib bunları URL-siz yazsam da işləyəcək. Prosta düzgün yazmaq məsələsi var. Daha sonra gəlim nəyə? Formu demişəm. Text'i demişəm. Selected demişəm. Text area demişəm. Bir dəqiqə. Səhifələr arası yazmaq üçün. Yes. Hə, birdən daha çox HTML-iniz olduğu halda. Index 2.html. Gəldim açdım buranı. Gələm bura. Deyirəm ki, index 2. Gəl burada da portfolyoya klik edəndə istəyirəm ki, index 2 açılsın. Nə edəcəm? Index 2 ilə index birə-bir yan-yana düzdür. Yəni nöqtə slash qoyub çölə çıxmağıma ehtiyac yoxdur. Nöqtə slash və yaxud da kontrolla space-i basanda gəl burada içərisində olan itemları göstərir. Hal-hazırda hansı directory-dəsənsə. Gələm index 2-ni seçirəm. Gəlib indi birbaşa burada mənim navmanı deyə. Portfolyoya klik elədiyim zaman nə olacaq? Index 2 HTML-im açılacaq. Klik elədim. Baxın, index 2 açıldı. Bunu da hara verdik? A-nın href hissəsinə verdik. Okay? İmecləri göstərmişdim. Bir də bunun videoları var. W3 video deyim. Try it yourself. Video tag, bir dəqiqə, mən bir bu videonu götürmək istəyirəm. Okay, elə bunun üzərindən göstərəcəm. Deməli, video tagimizi açırıq. İçərisində controls deyə bir şeyimiz var. Bu controls dediyimiz nədir? Mən videomun altında full screen elə, video start, stop elə, daha sonra qabağa, arxaya aparıb gətirmək falan. Bunların hamısı controls. Mən gəlib buradan controls'u silsəm, save etsəm, baxın, getdilər. Onların orada görünməyini sağlayan controls'u. Daha sonra biz məsələsi. Mənim HTML üzərində hər bir təqimin bir uzunluq və hündürlük dəyəri var. Hansı ki, uzunluq dəyərinə biz, hündürlük dəyərinə də height deyirik. Okay? Gəlin bunun width'ini 600 etsəm nə olacaq? Daha uzun olacaq. Düzdür? Gəlib 300 etsəm daha kiçik olacaq. Gəlib width'lə eyni anda height də verə bilərsiniz. Prosta height verdiyiniz zaman aləm dəyər bir-birinə. Niyə? Mən gəlib bunun height'inə 100 versəm, run eləsəm, çox çirkin bir şey olur. Və bunun resolution'unu kiçildir. Elə bil CS-ni 4-cü oynayırsan. Yanları şey atır.
Ona görə viz verirsinizsə, hate verməyinizə ehtiyac yoxdur. Çirkinləşdirəcəksən kodu. Aydındır? Gözəl. İndi gəlirəm içərisinə. Burada yazılan source. Birinci yazdığımız source bunun videonun hardan çəkildiyini göstərir. Bir də altında belə bir mesaj yazırıq ki, your browser HTML videonu support eləmir. Yəni, əgər browser image-də alt tagi var idi, yəni alt atributu daha doğrusu, image yüklənmədiyi halda həmin şəkil çəkən bacı sözünü göstərdi ekranda. Bir də əgər browserdə bu yüklənmədiyi halda da sənin deyir ki, browserin HTML videonu support eləmir. Okay? Daha sonra bir dənə tagimiz yenə var. Hə? Birinci source yüklənmədiyi halda ikincini yükləyir. Daha sonra NoScript tagimiz var. NoScript tagi normalda çox görəcəyimiz bir şey deyil. Nə zaman olur? Sən əgər browserin settingslərindən skripti söndürmüsənsə və sənin saytında JavaScript istifadə olunursa, ekrana gəlib çıxardır ki, sən saytın settingslərini, browserin settinglərindən həmin hissəni söndürmüsən, get həmin skriptləri aç ki, mənim saytıma daxil ola bilərsən. Yenə məlumat xarakterli bir şeydir. Okay? Elnur? Okay-sən? Gözəl. Bəs onu hardan mesaj verirsiniz yazmağa? Hansı section tərəfində? Harda yazmaq? Fərqi yox. Harda istəyirsən yaz. Ən qlobalda yazmağın da okeydir. Yəni. Nəyisə içərisində yazmağa ehtiyac yoxdur. Daha sonra gəlir bizim table'ımızın içərisində row span, call span məsələsinə. Table demişdim. Prosta bizim yazdığımız table'lar nisbətən sadə idi. Bu yazdığımız table'ları nisbətən çətinləşdirə bilərik. Yəni, gəlin body içərisində belə bir table yaradıq. İçərisində t-headim olsun, t-body'm olsun. T-headin içərisində nə edək? Bir dənə olsun. Gələk, belə eləyək. T-headin içərisində bir tr var. İçərisində bunun bir td var. Bir dənə trm yenə var. Onun içərisində td bir dənə olsun. Okay. Gəl bura deyək ki, id olsun. Name surname olsun. Yox, bunu 2 dənə td eləyəcəm. Td surname. Və gəlib bunun altında deyirəm ki, bir dənə trm var. Bir yazılsın içərisində. Bir trm yenə var. Burada nə yazılsın? td-nin içərisində name olaraq kimi götürək? İsmail. Bir dənə td-m var. Həsən. Gələm baxıram bura. Hara getdi? Bir də border verim buna. Okay. Baxın, id name surname gəldi belə düşdü. Prosta mən gəlib nə edə bilərəm? Gəl bu tr-yə row span deyə. Hara gedir? Burada tr yazmayaq. Bunu keçirdək bura. Bunlar tək bir rowun içərisində. Deyəm. Mən belə eləmək istəmirdim. Bunun üstündə də bir dənə lazımdır. Mən istəyirəm ki, yuxarıda id eləyək. id-sinə gəlin bir yazım. Prosta id 1 gəldi, çıxdı çölə. Necə eləyim onu? Yo, yuxarı nəsə başlıq lazımdır mən. Təfəkkürdə bir dənə təyəbəs lazımdır. Onu göstərmək istəyirəm. Prosta yuxarı məntiqli bir ad axtarıram. Siyahı gedər. Gəlib burada bir dənə tr açıram. İçərisində bir dənə td-m var. İçərisi boş qalsın. Yaxşı. Gəl. Düzdür. Sən dediyin kimi eləyim. Siyahı yazıram içərisinə. Save elədim. Baxın, bir yer tutdu. Düzdür. Mən gəlib bunun call spanını 3 elədiyim halda nə olacaq? Gəlib uzandı, 3 oldu. Call span nə demək? Call-la row-un ümumilikdə fərqini deyim. Call üfüq
Aha, gəldik yaman yerdə axtarmalıyıq. Üfüq hansıdır, Şaquli hansıdır? Üfüq X-dir. Şaquli Y-dir. Hə? Okey. Y oxu üzrə olanlar sənin kolumlarındır, yəni kollarındır. X oxu üzrə, yəni üfüqi olanlar da nələrindir? Sənin rovlarındır. Mən gəlib bunun rovunu da artıra bilərəm. Gəl, rov spanını da 2 eləsəm, aləm dəyəcək bir-birinə. Deyəm. Bunun rov spanını dəyişməyib, nəyin rov spanını artıraq? Hə? Hə, düz deyir, düz deyir, düz deyir. Gəlin bura. Həsənov kim var bizim qrupda? Okey. Adil. Gəl bunu Həsənovunu silirəm. Və bu TD-nin rov spanını eləyirəm 2. Nə oldu? İsmaillə Adilin hər ikisinin surname Həsənov oldu. Okey? Yəni mənim yazdığım bir dənə table cell. Cell dediyimiz nədir? Burada gördüyünüz hər bir kvadrat bir celldir. Mənim yazdığım hər hansısa bir cell Y oxu üzrə birdən daha çox yerə aid olacaqsa, nə etməliyəm? Bunun nəyini artırmalıyam? Yes, rov spanını artırmalıyam. Yox, mənim yazacağım bir hissə birdən daha çox tabın başlığıdırsa, o zaman nəyini artırmalıyam? Kolunu. Yes. Və bunun neçə hissəyə aid olacağını da özümüz seçirik. Yəni, mən gəlib burada bir qaqaş yenə əlavə eləyərəm. Aha, bunu aidlik 2 eləyək. 3 eləyək. Kim eləyək? Hikmət. Hikmətin prosta soyad hissəsi boş qaldı, düzdür? Mən indi istəyirəm ki, Hikmətin də soyadı Həsənov olsun. Nə etməliyəm? Yes, gəlib bunun rov spanını 3 eləyəcəm. Artıq hər üçü üçün Həsənov olacaq. Aydındır? Gözəl. Daha sonra, bir dəqiqə, 48. Saxlayın. Breakə çıxın, qaydın gələk.